Nikol Paşinyan belə bir açıqlama verib ki, heç bir qüvvə Ermənistanı Rusiya ilə qarşı durmaya cəlb edə bilməz. Baş nazir bildirib ki, İrəvanın maraqlarına uyğun davranmaqla önəmlidir. O, həmçinin ölkəsinin qərbə inteqrasiyasından da danışıb. Rusաստانی şairin və nasirlər Rusiyanın maraqlarına zərər vurmaq bizim gündəliyimizə daxil deyil, olmayıb və olmayacaq. Heç kim bizi Rusiya ilə qarşı durmaya cəlb edə bilməz. Mənim Putinlə və Mişustinlə birbaşa və isti münasibətlərim var. Bu bizim strategiyamızdır. Biz Rusiyaya qarşı hərəkət etməyəcəyik. Lakin hər zaman Ermənistanın maraqlarına uyğun davranacağıq. Nikol Paşinyan bu fikirləri ölkəsinin birinci kanalına müsahibəsində bildirib. O, Ermənistanın Rusiyaya qarşı hərəkət modelinə cəlb edilməyəcəyini bütün tərəfdaşlara çatdırdığını deyib. Lakin ABŞ-nin vitse-prezidenti James David Vance'in Ermənistan səfəri İrəvanın qərbə inteqrasiya siyasi kursunda mühüm məqam hesab olunur. Moskvanı narahat edən də budur və İrəvana təsir yolları axtarmaqdadır. Kreml Ermənistanın dəmir yollarının Rusiyanın idarə etməsində olması argumentindən çıxış edərək TRIP layihəsində iştiraka ümid edir. Rusiya Xarici İşlər Nazirinin müavini Mikhail Galuzin hətta ölkəsinin bununla bağlı İrəvanla danışıqlar aparıldığını bildirib. O, Ermənistanın dəmir yolu şəbəkəsinin 2038-ci ilə qədər Rusiya dəmir yollarının törəmə müəssisəsinin idarəçiliyində olduğunu xatırladıb. Rusiya üçün əvvəlcədən vacib idi ki, layihə təhlükəsizlik və istismar cəhətdən məhz Rusiyanın iştirakı ilə həyata keçirilsin. O zaman bəlkə də bu marşrutla daşıma daha rahat olardı. Çünki bu, Rusiya təhlükəsizlik sistemi nəzarəti altında və birgə şirkətlərin istismarı ilə həyata keçiriləcəkdi. Əgər bu layihə ABŞ-nin nəzarəti altındadırsa, 99 il müddətinə ABŞ-yə verilibsə və təhlükəsizliyi onlar təmin edəcəksə, onda bu məntiq cəhətdən layihə uduzur. Bu artıq bizim regional layihəmiz deyil, bu Amerika layihəsidir və ona uyğunlaşmaq lazım gələcək. Ermənistan hökuməti Moskvanı qıcıqlandırmaq istəməsə də TRIP layihəsində Rusiyanı görmür. Odur ki, Ermənistanda parlament seçkiləri yaxınlaşdıqca revanşistlərin fəallığı artırılacaq. Ekspertlərin fikrincə Ermənistan seçkilərə qədər Qərblə Rusiya arasında balansı qorumağa çalışır. Məsəl üçün, kollektiv təhlükəsizlik müqaviləsi təşkilatının fəaliyyətini faktiki dondurub. Çıxmaq istəmir. Niyə çıxmaq istəmir? Çünki çıxsa qorxur ki, parlament seçkisi öncəsi Rusiyanın şovinist dairələr təzyiq edib onu məğlubiyyətə uğrada bilərlər. Gələcəkdə Türkiyə ilə sərhədlər açılırsa, faktiki düşünürəm ki, Paşinyan Rus sərhədçilərini İran və Türkiyə ilə sərhəddən də çıxartmaq istəyəcək. Amma bu Rusiyadakı dairələrin aydındır ki, xoşuna gəlmir. Ona görə ona təzyiq etməyə bir növ düşünürlər. Və Paşinyan üçün vacibdir ki, parlament seçkiyənə qədər Rusiya ilə münasibətlərdə ixtilaf yaşanmaz. Bununla belə Rusiyadan prezident səviyyəsində və TRIP layihəsi əleyhinə bəyanatlar səsləndirilmir. Bu da Kremlin Trump administrasiyası ilə açıq qarşıdurmadan ehtiyat etməsi ilə əlaqələndirilir. Lakin istənilən halda Rusiya iyunun 7-sində keçiriləcək Ermənistandakı parlament seçkilərinə qədər birbaşa olmasa da dolayı yolla İrəvana təzyiqləri davam etdirəcək. Həmin təzyiqlərin 8 ildir Paşinyan hakimiyyəti devrə bilməyən Moskva üçün bu dəfə uğurla nəticələnməsi ehtimalı isə çox aşağıdır.